Ümumən dini ədəbiyyat, yəni irfani ədəbiyyat, dini ədəbiyyatda xətt sözü var. O xətt niyə bağlıdır? O Quran-ı Şərifdə estağfurullah deyir ki, o sizə şah damarınızdan yaxınım. O Cəbrayıl Əmir əl-Möminin deyir ki, sizə şah damarınızdan yaxınım. Onun üçüncü sinif şagirdə bilir ki, iki subyekt arasında ən yaxın məsafə, iki nöqtə arasında ən yaxın məsafə xəttdir. İrfani ədəbiyyatda, dini ədəbiyyatda o xəttin adı yəqinlikdir. Şəriətdir, təriqətdir, ibadətdir, mərifətdir. İbadət, mərifəti belə də dəyişirlər, amma əsas bu təriqət söhbəti var. O təriqəti xətt adı yəqinlikdir. Düz deyirlər, o nəsəmidir, çün yəqin bildi nəsəmi. Ağzının var olduğunu, sən o yəqini güman etmək dilərsən, etməyən. O tərcüməsidir. Ömür boyu, o şair ömür boyu deyilməz ağız söhbəti. Onun 1000 dənə variantları var. O hörmətsizlikdir, yəni o estağfurullah. O şəxsiyyətlər haqqında ağız demək günahdır. O başqa söhbəti. Lazım olsa ona da öz fikrimi satdıra bilərəm. Sən yəqin bildi. İndi o yəqinliyi, o həmin o xətt var, o təriqətdədir. Onlar hamısı problemlər əsas təriqətdədir. O yəqinliyi keçdin, o yəqinin bir tərəfi zəndir, bir tərəfi gümandır. O zənlə gümanın arasında azanlara məcnun da deyirlər, avara da deyirlər, sərbər də deyirlər, həyasız da deyirlər, elə Füzuli özünə nə qədər deyib o xalqda. Amma özünə yox, o bilir neyi haqqında deyib onu. Odur. Keçəndən sonra mərifət əhli olursan. Xət həmin xət söhbətidir. İndi kesik, o biri mesela o xal, budurmun rəhmin ki, xal neylər ikən qəsdican? Çatdı xəttim ki, onu mənədə imkan vermədim. O xət nə ilə bağlıdır? Mənə də gəlir o estağfurullah təməz ağzından İmam Əlinin bir əsəri o yazmayıb. Onu yazmayıb, onu razı yox, səhv salmayın. Razı tərtib eləyib xutbələridir. 13 dənə xutbələridir. Orada İmam Əlinin dilindən söhbətdir ki, dilindən deyilən söhbətdir ki, İslam Quranla başlayır, Quran Bismillahla başlayır. Bismillah bu hərfindən başlayır. O bu hərfin altında olan nöqtə mənəm. Xal nədir? Xal öz-özündə nöqtədir. Deməli, bu qəzəl tamamilə İmam Əliyə həsr olunur. Görürsünüzmü? Belə oxuyanda qəzəl tamamilə başqa ahəngdədir, başqa rəngdədir. Amma məsələn, o asarla açılanda tamamilə başqa rəng olur. Bağışlayın, indi bildik, bəlkə də elə də deyil. Mən demirəm, nəzil deyil ki, belədir, başqa variantı yoxdur. Mən də başlayacağım ki, bunun fikri budur.